xidmətsə, hər vaxtınız xeyir olsun. Çox təşəkkür edirəm, təşrif gətiribsiniz. Özümü də bu gün çox belə ayrı bir cəmdə görürəm maşallah. Cəm maşallah şair, cəmi, şeir, ədəbiyyat falan. Bizim də dediklərimiz hamısı qəmqüssə. Baş səs var, mənim səsim zəifdir. Bunların ikisini də buyurub bəlkə. Ərzəyim xidmətçilər, bizim də dediklərimizin hamısı dərd o, qəm o filan. Bəşləyin də, büyünüz də bu cür. Bəlk geçirdim bu gündə. Ərzəyim xidmətçilər, mən Məhəmməd Əziziyəm. Bir tarix tələbəsiyəm. Ərzəyim məsləhətə. Hala neçə ildir tarixlə de qolu sərkarımız düşüb. Hala bədbəxtdanə ya xoşbəxtdanə. Hozəmizdə də mورد tarixi بعد از İslamdır və məxsusən tarix müasir Azərbaycan. Məşrutiyyət, inqilabi məşrutiyyət, Dore Qacar demək olar, Zəncay ilanımız filan. Bu zəminədə də feylən qılacam bir 3 dənə kitab. Allah lütf edib, gətirmişik kağız üstə. Əncümən Əyaləti Azərbaycan, Dore Məşrutiyyət, Tarixi Təbriz Azərbaycan və bizdə mətbuat Azərbaycan Dore Məşrutiyyət ki, Ruznamə Mücahiddir. Onu bir qol işləmişik. Bir dənə də kitab var əlimizdə inşallah. Beşərti Bəqai Umru, bir qol Şərait-i Zaman. Kim dərz edəcəm xidmətçisinə? Nəzm-Asar-ı Qələmiyə, Şəhid Siqətül İslam. Allah biz işləməmişik. Bu kitab salı 1354'te çap olub. İndi bir seri bir təğyiratla, bir seri bir izafatla tazaşdan cinə Allah deyən olsa çap olub və dostların mətn olacaq. Mən qəbl inşallah o bəhsə varid olan Ustad Cəziqurunun sözün icazə versəm balaca təkmilliyim. Der mورد bu bizim Təbriz. Vaqiyyət budur ki, elə mənim də etirazım var, onu da bəyan eləmişəm ki, bu Təbrizə elə bil mərəzə qəhdurricala giriftar ediblər. Yəni burada az nəzər elm o, hünər o, filan bizim həmişə gərək gözümüz ola, ya biz belə deyək ki, mən də ustadım buyurduğu kimi fars türk məsələsini mətrəh eləmirəm, istəmirəm və qaçıram. Bəli, vaqiyyət budur, biz indi Təbrizə baxırıq ki, Təbriz bir dənə bir kopi qarqah olub, Tehranda hər nəmən olub, bir dənə o mübtəzəl kopsun burada vururlar, mütəəssifanə. Məhəllələrin adından tutun geçsin, parçalardan tutun geçsin, mərakiz-i fərhəngidən tutun geçsin və dərhal ki, bizim baxışımızda, olar ki, Təbrizdə yaşayılır, biz deyirik ki, Təbriz məktəblər şəhəridir, məktəb bura bina qoyub. Musiqidə sahibi məktəbdir, xəttdə sahibi məktəbdir, nəqqaşda sahibi məktəbdir. Məktəbi siyasisi var Təbrizin özünün, məktəbi elmisi var, Rəbi Rəşidisi var və çoxsatdır. Və bu indi elə bir giriftar olmuşuq ki, bu günləri hərzadımız bir kopiya mübtəzəldir. Tehranda nəmənə çıxıb, biz ondan bir dənə mübtəzəl kopu vururuz, gətirir şəhərimizin məhəllələrin adını qoyuruq Cəmaran, Niyavəran, məsələn, Mərzdara. Bəli, bunlar hamısı bunu göstərir ki, bizim onlar ki, iş üstündədirlər. Vaqiyyət budur, bidunu tarix, bidunu pərdə, düşünmürlər, harada yaşayırlar. Bilmirlər. Hüseydilər, gətirərdilər, deyərdilər ailə, biz bu günləri Təbrizdə qədəm vururuq. Təbriz bir zaman var ki, dünyanın məruflərin şəhri, sahibi məktəb, sahibi səbk, az nəzəri cəmiyyət, az nəzəri iqtisad, siyasi, hər nə mənədən adını qoyursuz qoyun. Bəli, indi nə olub, indi bir şey